Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları səngimir. Son məlumatlara görə Rusiya hərbi qüvvələri Ukraynaya 163 dronla hücum edib. Hərbi hava qüvvələrinin məlumatına görə PUAlardan 89-u vurulub. Odessaya dron hücumu nəticəsində yaşayış evləri və təsərrüfat müəssisələrinə ziyan dəyib, yanğınlar qeydə alınıb. Bir nəfər yaralanıb. Dnepropetrovsk və Poltavada da mülki infrastruktur obyektlərinə dağıntılar qeydə alınıb. Digər tərəfdən Rusiya Müdafiə Nazirliyi 7 vilayət üzərində Ukraynaya məxsus 78 pilotsuz uçuş aparatının vurulduğunu bəyan edib. Ən çox dron Voronezh səmasında vurulub, 32 ədəd. Müdafiə Nazirliyi Ukraynanı enerji obyektlərinə yeni zərbələr endirməkdə günahlandırıb. Məlumata görə Ukrayna hərbi qüvvələri qazölçmə stansiyasını HIMARS raketləri ilə hədəfə alıb. Nəticədə stansiyada yanğın baş verib. Enerji obyekti demək olar ki, məhv olub. Bu arada Rusiya və Ukrayna döyüşlərdə həlak olmuş hərbçilərin meyidlərini növbəti mübadiləsini həyata keçiriblər. Ukrayna 909, Rusiyaya isə 43 hərbçinin meyidi qaytarılıb.